Azərbaycanda İslam və Şiəliyin inkişafında müstəsna rolu olan şəhərlərdən biri də Səlyan şəhəridir. Bu şəhərin böyük və qədim bir tarixi olmuşdur. Tarixi mənbələrə əsasən 13-cü əsrdə İslamı qəbul edən Elxanilər dövlətinin hökmdarı Sultan Muhammed Qazan xan 1295-ci ildə Kür çayının mənsəbində indiki Səlyanın yerləşdiyi ərazidə şəhər salmış və şəhəri Qazan xanın şərəfinə Mahmudabad adlandırmışlar. Belə də ehtimal olunur ki, şəhər zaman-zaman Muğan, Hüştəsfi və Mahmudabad adını daşımış və sonralar Səlyan adını almışdır. Daha sonralar isə Səlyan şəhəri Darul Mominin adı ilə də tanınarmış. Elxanilər dövləti Əhl-i Beyt əleyhimussalam məktəbinin davamçısı olduğuna görə daim dövlət tərəfindən İslam və Şiəliyin inkişafına, eləcə də İslam alimlərinin fəaliyyətinə geniş imkanlar yaratmışlar. Elə həmin diqqət və qayğının nəticəsində Səlyan ərazisində İslama əvəzsiz xidmətlər göstərmiş alimlər yetişmişdir. Tarixi faktlara görə Səlyanda çox sayda müctəhid və alim yaşamış və elə həmin alimlərdən biri də Ayətullah Məhəmməd İbrahim Səlyani olmuşdur. Məhəmməd İbrahim Səlyani 19-cu əsrin 80-ci illərində Səlyan şəhərində anadan olmuşdur. O, Hovzənin ibtidai dərslərini Səlyan şəhərində aldıqdan sonra təhsilini davam etdirmək üçün Nəcəf Elmiyyə Hovzəsinə yollanır. Səlyani Nəcəfdə Seyyid Hüseyn Kuhkəmərinin, Fazil İrəvaninin, Mirzə Həbibullah Rəşdinin, Mirzə Hüseyn Xəlilinin və Şeyx Məhəmməd Həsən Məməqaninin şagirdlərinin sırasına qoşulur. Ayətullah Səlyani Nəcəf Elmiyyə Hovzəsində uzun illər təhsil aldıqdan sonra elmi və mənəvi baxımdan yüksək məqamlara çatır. Bəzi mənbələrdə qeyd olunur ki, o, Nəcəfdə sayılıb seçilən alimlərdən biri olmuş və irfani baxımından yüksək məqamına görə zəmanəsinin ovtadlarından biri sayılmışdır. Ayətullah Məhəmməd İbrahim Səlyani barədə məlumatlar içində bizi ən çox maraqlandıran məsələ onun elmi səviyyəsi və ruhani kimi fəaliyyətidir. Tələbə yoldaşı Maştağalı alim Şeyx Hüseynə yazdığı məktublarından məlum olur ki, Ayətullah Səlyani Azərbaycan müsəlmanlarının böyük bir hissəsinin mərcə təqlidi olmuşdur. O, tələbə yoldaşına ünvanladığı birinci məktubda belə yazırdı. Səlyan, Şirvan, Kür və Araz ətrafı bölgələrində yaşayan müsəlmanlar bəndəyə təqlid edirlər. Həmin bölgələrə şəriət məsələlərini izah edən kitablarımı göndərmişəm. Hazırda Hacı Şeyx Sadiq mətbəəsində bəndənin risaləsi yenidən çap olunur. İnşallah 2 həftəyə çap işi sona çatacaqdır. Səlyani 2 ay yarımdan sonra yazdığı ikinci məktubda isə bildirirdi. Siz mənim dostum və xeyrimi istəyən yeganə şəxsiniz. Sizdən ayrı düşdükdən sonra mən çox yalqız qalmışdım. Ta ki Allah Taala öz gizli lütfi ilə bütün Səlyan, onun kəndləri, Şirvan, Muğan, Nəvahi, xüsusilə də Bakı, Quba
və onun ətraf kəndlərinin əhalisinin qəlbini bu həqirə tərəf yönəltdi və nəticədə onların əksəriyyəti mənim müqəllidim oldular. Hətta keçmişdə mənə qarşı inad edənlərin bəzisi də irəli gəlib mənim müdafiəçilərimdən oldular. Əlbəttə, bütün bunlar hamısı ilahinin lütfüdür. Əziz dostum, mən işlərimi Allaha həvalə etmişəm. Həqiqətən, Allah öz bəndələrinin əhvalını biləndir. Risalənin sayının azlığından çox-çox əziyyət çəkdik. Hətta cəmaatın çox hissəsi, xüsusilə Ərdəbil əhalisi, Risalənin tapılmamasından məyus olub getdilər. Ona görə zərurət üzündən Risaləni yenidən çapa verdik. Çap üçün lazım olan 700 rupinin 450 rupisini Səlyan və Nəvahi əhalisi verdi. İndiyə kimi mətbəəyə 250 rupi borcluyam. İnşallah Allah işlərimə səhman versin. Risalədən bir nüsxəni Kərbəlayı Həmid Məştəqayi ilə sizə göndərmişəm. Göndərdiyim risalə yenidən nəzərdən keçirildiyi üçün çap səhvləri daha azdır. Kazım Abdülfətlavinin qələmə aldığı Məşahirul Mətfuninə fis-Səhnil Ələviyyi Şərif kitabında Ayətullah Səlyaninin mərcə-i təqlidliyi və təqvası haqqında yazılıb. O, Nəcəfdə öz təqvası ilə tanınan alim və fəqihlərdən biri idi. İmam Əlinin Qızıl Eyvanında cəmaat namazına imamlıq edirdi. Elm və əxlaq əhlindən böyük bir dəstə ona iqtida edərdi. Azərbaycan və Qafqaz əhalisi ona təqlid edər, zəkat və xümüslərini ona göndərirdilər. O da hamısını tələbələrə və başqa ehtiyaclı adamlara paylayardı. Onun əsərləri və ustadlarının dərslərindən götürdüyü qeydlər hal-hazırda da qalmaqdadır. Ağa Bozorq Tehrani Nuqabaul Bəşər kitabında Ayətullah Səlyaninin gecələri oyaq qalıb elm oxumaqla keçirməsini, mənəviyyatını saflaşdırmaq üçün keçirdiyi meditasiyanı davamlı olaraq vaxtını Allahın bəyəndiyi işlərdə keçirdiyini və nəticədə Nəcəfin tanınmış ustadlarından olduğunu qeyd edir. Qeyd olunduğu kimi, Ayətullah Səlyani Nəcəf Elmiyyə Hovzəsinin adlı sanlı və tanınmış ustadlarından olmuşdur. O, tədris etdiyi müddətdə dəyərli şəxsiyyətlər və alimlər yetişdirmişdir. Onlardan nümunə olaraq Ayətullahul Uzma, Seyyid Muhammed Hadi Milani və Fazil İrəvaninin oğlu Şeyx Muhammed Cavad İrəvanini göstərmək olar. Ayətullah Səlyani uzun illər İslam dininə etdiyi əvəzsiz xidmətlərdən sonra 1924-cü ildə Nəcəf şəhərində dünyasını dəyişir. Onu İmam Əlinin hərəminin həyətində, hücrələrin birində torpağa tapşırırlar.